Salam əziz izləyicilər, Şikayət TV efirində mən jurnalist Nəzrin Vahid bugündən etibarən sizinlə maraqlı xəbərləri bölüşəcəm. Bugün sizə çatdırmaq istədiyim hadisə Zərdab rayonunda baş verib. 53 yaşlı kişi məktəb sevgilisini zorlamaq istədi. Öncə onu qeyd edim ki, çəkəcəyim adların hamısı şərtidir. Yəni real adlardan istifadə olunmayıb. Belə ki, təqsirləndirilən Vəli Quliyev zorla cinsi əlaqədə olmaq niyyəti ilə qonşusu Sevda Qasımovanın evinə mətbəxin pəncərəsindən gizli şəkildə daxil olub. Daha sonra divanda uzanan qadına yaxınlaşaraq onu öpməyə başlayıb. Sevda qışqıraraq kömək çağırdığı üçün Vəli niyyətini yerinə yetirə bilməyib, əməlindən vaz keçib. Nəticədə Vəli Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilib. Vəli Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən istintaq zamanı verdiyi ifadədə bildirib ki, Sevda onu şərləmək üçün belə addım atıb. Onun sözlərinə görə gecə vaxtıdır, şeytana uyaraq Sevdanın evinə girib, amma ona heç nə etmək istəmədiyini bildirib. Bunun əksi olaraq isə Sevda öz ifadəsində qeyd edib ki, Vəli Quliyev ona divanda uzanan zaman qəfil hücum edib. Məhkəmənin apardığı istintaqda məlum olub ki, Vəli ilə Sevda məktəb zamanı da bir-birlərini seviblər. Onların hətta münasibətləri belə olub. Sonra məhkəmənin qərarı ilə Vəli Quliyev 5 il 2 ay azadlıqdan məhrum edilib. Diqqətiniz üçün təşəkkür edirik.